xanımlarımıza həya ver, iffət ver. Bilmirəm ki, bu necə deyim, bunu tərcümə edeyim. O qeyrətli analarımın, qeyrətli bacılarımın qeyrətinin qarşısında və mən qardaşları baş əydim. Onların qadasını Allaha and olsun deyirəm, dövrə böyük ehtiyaclı. O cür qeyrətli analar, bacılar. Onların başına mən dönüm. Özünü örtən, abrını örtən, ismətini örnəyin ki, çıx ortalığa. Hələ də görürsünüz də mən nə izah edeyim sizin biabırçılıq. Buna baxan cavan falan, geyin bir biabırçılıq. Özünü aparmaq bir biabırçılıq. Danışması bir biabırçılıq. Və ən böyük biabırçılıqsa bu biabırçılıqların göz qabağında olmasıdır. Bu lap biabırçılıq. Yəni gedib evinin içində nəsə eləsə heç. Həya ver xanımlarımıza, iffət